Rusiyanın Regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların öldürülməsi ilə bağlı birgə məlumat yayıb. İstintaq maraqları naminə indiki mərhələdə ətraflı məlumatın açıqlanmadığı bəyanatda qeyd olunur ki, hadisə əvvəlki illərdən qalan cinayət işlərinin istintaqı üzrə həyata keçirilən tədbirlər zamanı baş verib. Rəsmi Bakı isə Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir. Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində 2 həmvətənimizin həlak olması və bəzilərinin ağır bədən xəsarəti alması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Qeyd edək ki, Rusiya Qvardiyasının xüsusi çevik hücum dəstəsinin döyüşçüləri və polisin Yekaterinburq şəhərində Səfərovlar ailəsinə qarşı keçirdiyi reyd zamanı ümumilikdə 3 nəfərin Azərbaycan vətəndaşı olan Hüseyn Səfərov və qardaşı Rusiya vətəndaşı olan Ziyəddin Səfərovun, həmçinin əmisi oğlu Kamal Səfərovun döyülərək öldürüldüyü bildirilir.